Hamınıza salam dostlar. Bugün sizlerden bir yerde 2026 zır paket videosu çəkirəm. Part 3'tür bu. İlk zır paketlerimizden başlayaq. Hər il aldığınız o zır paketler. Bundan 6 patik almışam. Çoxsunun ağzı açıq olduğuna baxmayın. Hamısının içi doludur. Üç sıra fərqli zır paket almışam. Keçək ən bərk partlayan zır paketlərimizə. Belə bir dua var. 60 qəpiyə almışam. Belə ucuz uydu deyə belə üstünü bağlamaq qərarına gəldim. Bilmirəm niyə. Onu partladacağım. 60 qəpiyə almışam. Üstünü belə ağı ilə örtdüm. Bir dəqiqə. Keçək digər balaca zır paketlərimizə. Balacadır, amma çox yaxşı. Partlayır bunları 1 manata almışam. Çox əladır. Yəni belə heç pis deyil. Hər il alıram və 1 manata görə çox yaxşıdır. Amma boy balacadır. Keçək digər zır paketimizə. Belə bir manata zır paket almışam. Bu P500'dür. Bu ise TP150'dir. Ondan almışam. Onu da 1 manata aldım. Yaxşıdır da, yəni keçən ildə almışdım. Keçək digərinə. Belə Juku A5 almışam. Bu da 1 manata aldım. Bu dönür də cır eləyir. Elə partlamır yəni. Digər zır paketlər kimi cürdüzən belə bum eləmir. Bu dönür cır eləyir. Bu sadəcə əl yandıra bilər. Belə partlamır da, yəni belə parmaq qopartmaz yəni. 7 ədəd petarda P750 almışam. 1 manata aldım bunu da. 1 manata görə çox yaxşı olduğuna görə aldım. Sessiz yapamam, sessiz kalamam. Bir dəqiqə. Bunları. Dediyim kimi 1 manat almışam. Çox yaxşı. 3 ballıq zəlzələ yaradır. Yəni o qədər güclüdür. Elə bilirəm. Belə digər zır paketlərimiz Explosive P20. Bunu da 1 manat almışam. Yaxşıdır da yəni. Son 3 ildir hər il alıram bunlardan. Yəni yaxşıdır. Belə ortalama digər zır paketlərimizin gücünə baxdıqda belə bu daha yaxşı görünür. Keçək digər zır paketimizə. Belə bir Explosive almışam. Bunu da 1 manat 50 qəpiyə aldım. Ek 23'ün Ek 23 neydi? Allah. Ek 27 de Explosive Ek 27. Gösterim belini. Bir dakika. Ek 27 Bat Group. Gördüğünüz gibi 1 manat almışam. Bu Explosive'in elə bir böyük qardaşıdır. Ya da atası elə bir şey deyə bilərik. Yəni dostlar, bunları qoyun. Dediyim kimi 1 manat 50 qəpiyə almışam. Belə yatışdıram. Bax. Keçək digər zır paketlərimizə. Ek 23'lər. Bir dakika. Ek 23'lər 5 ədəd ek 23'ümüz var. Baxın, biri də var mı? Xeyr, yoxdur. 5 ədəd ek 23'ümüz var. Birini partlattım. Bu cür ek 23'ü.
belə cürə də 223 var. 2 cürə 223 var. Bu 223-ün də üstünü belə bağlamışam. Bunlar da 1 manat 50 qəpiyə aldım. Hər il aldığıma görə aldım bunları da. Yoxsa belə zəif partlayır. P500'ə baxanda. Balaca P500'ə baxanda biraz zəif partlayır. Amma hər il alıram deyə aldım. Bu üstü belə çox yazılı olanlar da son 2 ildə almağa başlamışam. Belə yaxşı deyirlər. Amma alıram da, yəni hər bir zır paketdən olsun deyə, hər cür zır paketdən olsun deyə alıram. Keçək digər zır paketimizə. Belə bir zır paketimiz var, getdi. Cracker 6207'miz var. Bunu 1 manat 50 qəpiyə almışam. Bu çox yaxşı partlayır. Bundan birini partlatdıq. Əmim oğlunun var idi. Çox yaxşıdır da dostlar, belə pis çıxmasın. Digər zır paketlərə baxanda, firmalara pis olmasın. Digər zır paketlərə baxanda yaxşıdır da, yəni. Məsələn, bu Petarda P750'ni Maxim firması çıxardıbdı. Maxim firmasının digər nə qədər belə zəif zır paketləri olsa da, bu zır paketi məsələn çox güclü düzəldibdi. Bu zır paketi də, P500'ü də. Amma P500'ü biraz bahaya verirlər. Keçək digər zır paketimizə. Dinamit almışam belə. Bunda 1 manat 50 qəpiyə aldım. Belə bir dinamit almışam. Maxim firmasınındır. 1 manat aldım. Belə 1 manatdan aşağı zır paketi yox idi. Tək dua var. Bu da zır paket deyirlərmi heç bilmirəm. Hə, dinamiti də 1 manat aldım. Keçən partlatmışdım. Yaxşı idi. Keçək digər zır paketimizə. Ən sevdiyim zır paketimiz P23. Dünyanın ən yaxşı zır paketidir deyə bilərəm. Mənə görə 1 manat aldım bunda. Keçən 1 manat 70 qəpiyə almışdım. Amma bu il çox ucuz aldım yəni. Keçən ilə baxanda bu il ucuz aldım. Hə, P23. Keçək digər zır paketimizə Zenga. Bunu 1 manat 50 qəpiyə almışam. Hər il alıram bu Zenga'dan. Son 3 ildə alıram hər il. Zenga. Zenga'nın digər bir cürəsi yenə var. Bu cürə Zenga var. Belə. Bunun fitili yanından çıxır. Yəni baxın. Baxa bilərsiniz. Burasına silikon vurmuşam. Baxın Enigma'da. Hə, belə Zenga var. Bu da Enigma'nda. Bunlar da Enigma'da. Bu Zenga'nı da 1 manat 50 qəpiyə aldım. Digər Zengaları da 1 manat 50 qəpiyə almışam. Mənim düşüncəmlə keçən ildə partlatdığıma görə bu Zenga'dan zəif partlayır. Bu Zenga daha güclü partlayır. Elə. Fikir vermişdim keçən. Keçək digər zır paketimizə. Ek-6207. Bunu 2 manat almışam. İkisini də 1 manat 50 qəpiyə almışam bu arada bu Zenga'ların ikisi cürəsində. Bunu 2 manat almışam ek-6207. Biraz belə zəifdir. P750'dən zəifdir. Amma dediyim kimi hər bir zır paketimdən olsun deyə almışam bundan da. Bir ədəd almışam. Çox yox yəni. Keçək digər zır paketimizə. Belə bir Korsar var. 0206. Bunu da 2 manata almışam. 2 manat 50 qəpiyinə idi. Çox yaxşı zır paketdir da. Yəni belə baxdıqda pis deyil. Belə bir Enigma firmasının digər ek-6207'sindən almışam. Bu səfər bu yandan çıxır fitili. Belə daha da böyükdür biraz. Bunu da 2 manat almışam. Yaxşıdır. Keçək. Ən güclü zır paket deyə biləcək olana Mega. Mega'nın belə daha böyük versiyonu var idi. Bu MK3000'dir. MK50000 var idi. O isə 4 manat idi. Bunu 2 manat 50 qəpiyə aldım. Burada biraz baha idi. Mən rayondan 4 manata bunun belə lap geç olanını gördüm. Amma almadım. Niyə bilmirəm. Hə. Dostlar, zır paketlərimiz bu qədər. Məncə bu illik zır paketlərim çoxdur. Yəni yaxşıdır. Digər zır paket alanlara baxanda məncə bəzi zır paket alanların zır paketindən çoxdur və
yaxşı güclü zır paketlərdir. Yəni mən zır paketlərini sevirəm, əladır. Sağ olun dostlar, salamat qalın. Hamınıza yeni ilinizi təbrik edirəm. Və yeni ilə son bir həftə qalıbdır. Bir part yenə çəkmək düşünürəm. Bir part yenə çəkəcəm. Yeni zır paketlər alıb. Sağ olun, salamat qalın.